Salam dostlar. Bizim bugünkü bir digər mövzumuz nədən ibarətdir? Azərbaycan eradan əvvəl 7-ci, 4-cü əsrdə mövzusudur. Biz hansı dövlətlərdən danışacağıq bu dövrdə? Biz bu dövrdə Midiya dövlətindən, İskit dövlətindən, Əhəmənilər dövlətindən, yəni Azərbaycan ərazisi ilə, qədim Azərbaycan ərazisi ilə birbaşa bağlı olan qədim dövlətlərdən danışacağıq. Bu dövlətlərdən biri Midiya dövlətidir, hansı ki biz şəkildə nə görürük? Biz şəkildə Xəzər dənizi görürük, biz şəkildə Kürçayı görürük, biz şəkildə Urmiya gölü görürük, hansı ki bax bu Urmiya gölüdür. Biz deməli şəkildə görürük ki Kürçayı, Araz çayı, keçmiş Midiya imperiyasının ərazisini görürük. Görürük ki, bugünkü müasir İran dövlətinin ərazisini əhatə eləyir, Azərbaycan ərazisini əhatə eləyir, Türkiyənin, Suriyanın bir hissəsini əhatə eləyir və gəlib sərhədləri İran körfəzinə qədər çatır. Bu əraziləri əhatə eləyən deməli dövlət haqqında, imperiya haqqında, qədim imperiya haqqında danışacağıq. Midiya dövləti haqqında biz ilkin məlumatları haradan əldə edirik? Midiya dövləti haqqında ilkin məlumatlar biz eradan əvvəl 9-cu əsrdə Asur mənbələrində əldə edirik. Onları Maday, Matay, Amaday şəklində adlandırıldıqlarını görürük. Və Midiyanın paytaxtı isə burada da təsvir olunduğu kimi Ekbatan, yəni indiki Həmədan şəhəri olduğunu görürük. Xəritəmizdə də bizim Ekbatan şəhəri, hansı ki Həmədan şəhəri kimi verilib və deməli nə qədər cənubda olduğunu müşahidə eləyirik. Bir digər məsələ nədən ibarətdir? Bir digər məsələ ondan ibarətdir ki, Midiyada olan hökmdarlardan. Birinci danışacağıq kimin haqqında? Kaştariti haqqında. Kaştariti Asurların ağalığı altındaydı, Asurların işğalı altındaydı və eramızdan əvvəl 673-cü ildə Asur işğalına qarşı üsyan qaldırdı. Çünki gördü ki, Asurların başı qaçıb İskitlərlə mübarizədə, öz müttəfiqi olan Mannasını da əldən itiribdi Asuriya və hətta Manna hökmdarı deməli Aşir də Kaştaritinin üsyanına dəstək verəcək və beləliklə eradan əvvəl 673-cü ildə Midiya öz müstəqilliyini əldə eləmiş olacaq. Lakin Kaştarit İskitlərlə mübarizədə ki, sonrakı mərhələdə, yəni Kaştaritinin vəziyyəti o qədər də yaxşı olmayacaq. Çünki Mannada hakimiyyət dəyişikliyi olacaq. Asur hökmdarı Aşurbanipal öz hakimiyyətini, öz səltənətini, bu mövqeyini yenidən gücləndirmiş olacaq və İskit hökmdarı İşbakay, hansı ki Kaştariti ilə Manna ilə əməkdaşlıq eləyirdi. Bu İşbakay öldürüləcək döyüşlərin birində. Ondan sonra hakimiyyətə gələn övladları Partatuya ilə Madi, Asuriya ilə diplomatik əlaqələri yenidən bərpa eləyəcək və beləliklə Kaştariti artıq əvvəlki dostlarını, keçmiş müttəfiqlərini itirəcək. Hətta deməli biz İskitlərlə Midiya arasında mübarizə görəcəyik və eramızdan əvvəl 653-cü ildə Kaştariti İskitlər tərəfindən döyüşdə öldürüləcək və beləliklə İskitlərin Midiya ağalığı dövrü başlayacaq. Eradan əvvəl 653-dən eradan əvvəl 625-ci ilə qədər davam edən və bu dönəmi biz İskitlərin ən uğurlu dönəmi kimi yadda saxlayacağıq. Hansı ki həmin dövrdə də İskit hökmdarı Madi idi. Bir digər məsələ isə o idi ki, qeyd etdiyimiz kimi Kaştaritinin Manna ilə münasibətləri var idi, dostluğu var idi bir dönəm, İskitlərlə bir dönəm dostluğu var idi. Sonra Mannada hakimiyyət dəyişikliyi qeyd etdiyimiz kimi olacaq, bu dostluğunu itirəcək. İskitlərdə yenə hakimiyyət dəyişikliyi olacaq. Hətta onlar bir-birlərlə döyüşəcəklər və Kaştariti bu mübarizədə öldürüləcək. Növbəti hökmdarımız bizim Kiaksardır, Midiya hökmdarımız, hansı ki o uzun müddətli Midiyada mövcud olan İskit ağalığına son qoyacaq və yenidən Midiyanın istiqlaliyyətini bağışlayacaq. Və onun da bir müttəfiqi var idi, o da Babil idi, dövrünün ən böyük, həmin dövr üçün ən nüfuzlu deməli dövlətlərindən biri olan Babillə əməkdaşlıq eləyirdi. Kaştariti gördü ki, nə etmək lazımdır? İslahat keçirmək lazımdır. Çünki istiqlaliyyətləri şübhə altındadır. Ona görə ordu islahatı keçirtdi. Və necə bir ordu islahatı keçirtdi? Eynən İskit tipində ordu formalaşdırdı. Piyadalar, süvarilər, oxçular. Çünki rəqibləri İskitlər idi. Ona görə də İskitlərin ordusu onlardan daha üstün olduğuna görə İskitlər bunları öhdələməyi bacarmışdılar. Məhz bu səbəbdən də ordu islahatı həyata keçirdəcək və öz müttəfiqi Babillə birləşib əvvəlcə Asuriyanı süquta uğradacaq. Deməli, eramızdan əvvəl 605-ci ildə hətta Asuriyanın paytaxtı Nineva şəhərini 613-də
tutub dağıdıb yandıracaqlar. Hansı ki buna Qanlar şəhəri deyirdilər, Aslanlar şəhəri deyirdilər. Çoxlu aslan təsviri heykəlləri olduğuna görə və eradan əvvəl 590-da isə Manna, Urartu və İskit dövlətini süquta uğradıb öz dövlətini imperiyaya çevirəcək Kiaksar. Kiaksarın ölümündən sonra nə baş verəcək? Kiaksarın ölümündən sonra Astiaq gələcək hakimiyyətə. Astiaq Kiaksardan fərqli siyasət yeridəcək, hərbi işğalları dayandıracaq. Bu da ölkənin müəyyən qədər problemlərə gətirib çıxardacaq. Midiyanın idarəçiliyindən danışsaq, onu deyə bilərik ki, burada başda hökmdar dayanırdı, ordu yeni əsas aparıcı funksiyanı icra eləyirdi və satraplıqların, yəni canişinliklərin biz bu ərazidə varlığından danışacağıq. Midiya ümumiyyətlə quldar dövlətdir, quldar monarxiya dövlətdir, hökmdarın qeyri-məhdud hakimiyyəti var və buna görə də artıq əhali müəyyən kateqoriyalara, müəyyən təbəqələrə bölünür. Birinci təbəqəyə sosial təbəqə olaraq əyanları, yəni biz varlıları götürə bilərik. İkinci təbəqəyə azad icmaçıları, yəni azad kəndliləri və maldarları, sənətkarları götürə bilərik. Üçüncü təbəqəyə isə biz qulları götürürük. Ona görə də biz bu dövləti quldar monarxiya dövləti adlandırırıq. Və qeyd etdiyimiz kimi Midiyanın sonuncu hökmdarı kimdir? Astiaqdır. Astiaq nə etdi? Hərbi səfərləri dayandırdı. Elə bu narazılıqlara səbəb oldu. Astiaq nə etdi? Zərdüşt dinini himayə elədi, maqları himayə elədi. Bu mövcud din xadimləri də narazı saldı və beləliklə ona nəvəsi 2-ci Kir eradan əvvəl 553-cü ildə üsyan qaldıracaq və bu üsyanda eramızdan əvvəl 550-ci ildə Midiya dövlətinin süqutu ilə nəticələnəcək və yeni bir dövlət tarix səhnəsinə daxil olacaq. Bu da Əhəmənilər dövlətidir, Fars mənşəli dövlətdir. Bir digər məsələni qeyd eləyək ki, biz bütün bu məlumatları, yəni nəvənin babasına üsyan qaldırmasını, Astiaqın bu uğurlu hərbi səfərlərini dayandırmasını, demək Kiaksarın hərbi səfərlərini, bu haqda məlumatları Herodotun tarix əsərindən əldə edirik. O Herodotdur ki, eradan əvvəl 5-ci əsrdə yaşamış Yunan tarixçisi idi. Herodot həm Midiya, həm Əhəmənilər, həm İskitlər, həm də ki Massagetlər haqqında dəyərli məlumat vermişdir və təbii ki, bir də Yunan-İran müharibələrindən danışmışdır. Dövrün bir digər imperiyası olan Əhəməni dövləti, hansı ki ilk Fars imperiyası hesab olunur, eradan əvvəl 550, eradan əvvəl 330-cu illərdə mövcud olmuşdur. Yaradıcısı 2-ci Kir idi, hansı ki eradan əvvəl 550-ci ildə öz babasını hakimiyyətə salaraq hakimiyyətə gəlmişdir. 2-ci Kir dövlətin ərazisini çox genişləndirir. Məsələn, gedir Lidiyanı tutur 547-də eradan əvvəl, gedir Babili tutur eradan əvvəl 539-da. Sərhədlərini gətirib Misirə qədər çatdırır. Misir 2-ci Kirin işğal etdiyi ərazi deyil, Misiri 2-ci Kambiz işğal eləyəcək. Hansı ki eramızdan əvvəl 6-cı əsrdə 525-ci ildə. Bir digər məsələ isə ondan ibarətdir ki, deməli 2-ci Kirin bu işğalları Massaget hökmdarı Tomrisin narazılığına səbəb olacaq və eramızdan əvvəl 530-cu ildə 2-ci Kirlə Tomris arasında Araz çayı ətrafında döyüş baş verəcək və bu döyüşdə 2-ci Kir öldürüləcək. Tomris qalib gələcək və bununla da Tomrisin hakimiyyəti və daha doğrusu 2-ci Kirin hakimiyyəti və səltənəti dövrü başa çatmış olacaq. Haqqında danışacağımız bir digər hökmdar isə 1-ci Daradır, Əhəməni hökmdarı. Kimdir 1-ci Dara? Belə ki, Midiyalılar Əhəmənilərin işğalı altındadılar bu dövrdə. Yəni sülalə dəyişikliyi baş veribdi. Fars mənşəli Əhəmənilər hakimiyyətə gəlibdi və çox ağır vergi siyasəti tətbiq eləyirlər. Belə olan təqdirdə ölkə daxilində təbii ki, nə olmalıdır? Üsyanlar baş verməlidir və eramızdan əvvəl 522-ci ildə Qaumata üsyanı baş verdi. Qaumata üsyanı nə istəyirdi? Qaumata üsyanı istəyirdi ki, Əhəmənilər hakimiyyətə geçsin. Qaumata üsyanı istəyirdi ki, yenidən Midiyalılar hakimiyyətə gəlsin, vergi və mükəlləfiyyətlər azaldılsın. Təbii ki, bu üsyan eyni zamanda deməli taxıl anbarlarını əhalinin üzünə açdı. Bu da varlı taxıl möhtəkirləri ilə məşğul olan belə deyək, yəni taxılı anbarlarda saxlayıb ucuz vaxtda deyil də bahalı vaxtda, qıtlıq vaxtı baha qiymətə satan quldarların narazılığına səbəb oldu. Ona görə də 1-ci Daraya dəstək verdilər, Qaumatanı devirdilər və 1-ci Daranı gətirdilər hakimiyyətə. Beləliklə üsyanı 1-ci Dara
Dara yatırmış oldu və 1-ci Dara başladı islahatlar keçirməyə, inzibati islahatlar, hansı ki satraplıqlar meydana gətirdi, yəni idarəçilik sistemi olaraq. Darik adlanan pullar dövrəyə buraxdı. Mərkəzi hakimiyyəti gücləndirməyə çalışdı, baş verən üsyanları yatırmaya çalışdı və biz deyə bilərik ki, Əhəmənilər dövləti Azərbaycanın şimal ərazisini də əhatə edibdi. Bunu deyə bilmək üçün bizə nə əsas verir? Azərbaycanın şimalında Şəmkir ərazisində tapılmış, Qaracəbirli ərazisindən tapılmış yaşayış kompleksi, bizə Əhəmənilərə xas olan saray kompleksi bizə məlumat verir ki, Əhəmənilər Azərbaycanın şimalını da əhatə edən imperiya olmuşdurlar. Əhəməni dövləti get-gedə zəifləməyə doğru getdi. Artıq əvvəlki işğallarını həyata keçirdə bilmirdi. Bu arada 1-ci Dara ilə bağlı danışanda onu da qeyd eləyə bilərik ki, xarici siyasətdə 1-ci Daranın dövründə eradan əvvəl 6-cı əsrdə onun Hindistana uğurlu yürüşləri var və eradan əvvəl 6-cı əsrin sonları da, yəni 5-ci əsrin əvvəllərində artıq Yunanistana hərbi səfərləri var. Yunan-İran müharibələri 1-ci Daran dövründə başlayır. Yunan-İran müharibələrindəki məğlubiyyət Yunanistanın əvvəlki qüdrətini bərpa, yəni Yunanistanın Aralıq dənizlərdə qüdrətinin bərpa olunmasına, Əhəmənilərin isə əvvəlki qüdrətini itirməsinə səbəb oldu. Daha sonra isə Əhəmənilər dövlətinin süqut səbəbi Makedoniyalı İskəndərin şərqə doğru hərbi yürüşləri idi. Hansı ki, Makedoniyalı İskəndər, deməli, eramızdan hakimiyyət illərini qeyd eləsək, eramızdan əvvəl 336 və eramızdan əvvəl deməli 323-cü illər İskəndərin hakimiyyət illəridir və İskəndər hakimiyyətə gəldikdən sonra, atasının ölümündən sonra şərqə doğru istiqamətlənir, Əhəməni imperiyası ilə mübarizə aparır. Eradan əvvəl 334 Qranik, eradan əvvəl 333 İs, eradan əvvəl 331 Qavqamela döyüşləri və Qavqamela döyüşündə sonuncu Əhəməni hökmdarı olan 3-cü Dara məğlub edilir. Və Qavqamela döyüşündə biz nə görürük? Qavqamela döyüşündə biz onu görürük ki, Qavqamela döyüşündə 3-cü Daraya köməyə gələn qüvvələr var. Şimaldan Alban tayfaları köməyə gəlmişdir. Şimaldan Saklar tayfaları və Kaspi tayfaları köməyə gəlmişdir. Cənubdan isə Atropat satrap kimi köməyə gəlmişdi. Hətta Əhəməni ordusunun sağ cinahını təşkil edirdi. Aparılan bütün mübarizəyə baxmayaraq 3-cü Dara məğlub olur, İskəndəri qalib gəlir, 3-cü Dara dağlara çəkilir, mübarizəni davam elətdirməyi hədəfləyirdi. Amma ətrafındakı dostları mübarizənin çox mənasız olduğunu başa düşürdülər. 3-cü Daranın bu mübarizəsinin, bu inadının mənasız olduğunu başa düşürdülər və ona görə də 3-cü Dara deməli eramızdan əvvəl 330-cu ildə, yəni Qavqamela döyüşündən bir il sonra öz yaxın dostu Bes tərəfindən, best friend ola bilmir, yaxın dost ola bilmir, Bes tərəfindən öldürülür və bununla da Əhəməni imperiyası süquta uğramış olur. Məsələn, tezsə düşsə ki, Makedoniyalı İskəndərin 3-cü Daranı öldürməsi nəticəsində Əhəmənilər süqut elədi? Xeyr, İskəndər Daranı öldürməyib. Daranı öldürən onun yaxın sərkərdəsi Bes idi və beləliklə tarixin ən böyük imperiyalarından biri Əhəməni imperiyası eradan əvvəl 330-da süqut eləmiş oldu. Bir digər məsələ artıq Azərbaycanın cənubunda yaranan növbəti quldar dövlət olan Atropatena dövlətidir. Atropatena dövləti nəyin nəticəsində yaranıbdır? Atropatena dövləti eradan əvvəl 4-cü əsrdə İskəndər imperiyasının parçalanması nəticəsində yarandı. Və onu da qeyd edək ki, Atropatena dövlətinin yaradıcısı Atropatdır və biz Atropatın hakimiyyətini 2 mərhələyə bölürük. Satraplıq dövrü və hökmdarlıq dövrü. Satraplıq dövründə o 3-cü Daranın satrapı kimi Qavqamela döyüşündə döyüşüb və 3-cü Daranın məğlubiyyəti Əhəməni imperiyasının süqutundan sonra İskəndər bütün satrapları vəzifələrindən uzaqlaşdırdı, eyni zamanda Atropatı da. Amma sonra eradan əvvəl 328-də Atropatı yenidən satrap təyin elədi. Səbəbi Atropatın şəxsi nüfuzunun olması və regionda özünə güclü dayaq axtarırdı. Yəni Atropat ona qarşı müqavimət göstərməmişdi. İskəndərə qarşı hər hansı bir xəyanətkar addım atmamışdı. Onun da eyni zamanda cəmiyyət içərisində o dönəmki vəziyyətdə böyük bir şəxsi nüfuzu var idi və əhali
deməli Atropatı sevirdi, amma İskəndərin gəlişinə müqavimət göstərirdi. Yəni Atropatı öz tərəfinə çəkməklə regionda sabitlik yarada bilərdi. Ona görə Atropatı satrap təyin edir. Eradan əvvəl 328-də Kiçik Midiyanın satrapı təyin edir. Daha sonra isə özü Hindistana gedir. Eradan əvvəl 327-ci ildə. O Hindistanda olan zaman Əhəməni ərazilərində Baryaks adlanan üsyan baş verir. Baryaks üsyanı eramızdan əvvəl 327-ci ildə. Bu üsyan baş verəndə hətta Baryaks Atropata təklif eləyir. Gəl birgə Makedoniyalıları buradan qovaq. Amma Atropat bildirir ki, mən İskəndərlə mübarizə aparmaq istəmirəm. Çünki İskəndər mütləq geri qayıdacaq və bunun acığını yerli əhalidən çıxacaq. Bu günaha girmək istəmirəm. Ona görə də özü şəxsən Baryaksı İskəndərə təhvil verir. İskəndər Hindistandan qayıdandan sonra. Bu hadisə biraz da İskəndərlə Atropatı yaxınlaşdırır. Hətta bunlarla arasında nikah diplomatiyası olur. Atropatın qızı ilə Makedoniyalı İskəndər öz yaxın sərkərdəsini evləndirir və bununla da biraz da mövqeyi Atropatın möhkəmlənir regionda. Ta ki eradan əvvəl 321-ci ildə Atropatena dövləti tam müstəqil olana qədər və eramızdan əvvəl 321-ci ildə 321 Atropatena dövləti tam şəkildə müstəqil olur. Atropatena dövlətinin ərazisi gördüyümüz kimi indiki İranistan Respublikasının ərazisinə daxil olan Azərbaycan Ostanının əraziləri aiddir. Eyni zamanda Şimali Azərbaycanın bir sıra əraziləri aiddir və Atropatena dövlətinin paytaxtı Qazaka şəhəridir. Hansı ki, biz də burada Qazaka şəhərini görürük. Deməli, biz əraziləri, coğrafi əraziləri nəyə əsasən müəyyənləşdiririk? Çaylara, dənizlərə, göllərə əsasən. Çünki xəritələr şərt işarələrdir. Urmiya gölünü axtarırıq. Urmiya gölünün ən aşağı axarında Qazakanı biz görürük. Hansı ki, Qazaka həm dini, həm də siyasi mərkəzdir. Siyasi mərkəzdir, Atropatenanın paytaxtıdır. Dini mərkəzdir, Zərdüşt dininin abidəsi burada yerləşir. Zərdüştlük abidəsi. Bir digər məsələ isə Atropatenada yaşayan əhali kimlərdir? Maqlar, Mügülər, Madaylar, Kaspilər, Kadusilər. Hansı ki, Kaspi və Kadusilər həm şimalda, həm cənubda yaşayan tayfalar siyahısına daxildirlər eyni zamanda. Atropatena ərazisində İskəndərin pullarına bənzər, yəni İskəndərin pullarından tapılıbdır. Bu üzərində hansı ki Makedoniyalı İskəndər özünün təsviri olan pullar. Deməli, testlərdə bir şeyə diqqət yetiririk. Atropatena və Albaniyanı fərqləndirmək üçün nəyi nəzərə alırıq? Atropatenada ancaq İskəndərin pullarından istifadə olunub, Albaniyada isə İskəndərin pullarına bənzər yerli pullar da var idi. Amma Atropatenada yerli pullar yoxdur. Təsərrüfatda da midya yağından istifadə edilirdi. Hansı ki midya yağını həm də yəni nefti midya yağı adlandırırdılar və ondan yanacaq kimi istifadə edirdilər. Atropatena dövlətinin qonşu dövlətlərlə olan münasibəti ilk başda bir qonşu dövləti bunun Selevkilər idi. Hansı ki Selevkilər və Suriya dövləti, belə ki bu dövlət də İskəndər imperiyasının parçalanması nəticəsində yaranmış dövlətlərdən idi. Hansı ki, İskəndər öldükdən sonra eradan əvvəl 323-cü ildə onun ərazisində, onun imperiyasının ərazisində Selevkilər, Makedoniyanın özü və Misir olaraq 3 yerə bölünmüşdü. Və Selevkilər bizim cənub qonşumuz idi və Atropatenanın özünə tabe eləmək istədilər. Hansı ki, həmin dövrdə də Atropatena hökmdarı kim idi? Axırı andan qutaran, hamısı aynan olan Artabazan. Artabazan dövrünün qüdrətli hökmdarı idi və bu Selevki hökmdarı 3-cü Antioxu narahat elədi və beləliklə eramızdan əvvəl 223-cü ildə Artabazan 3-cü Antioxdan asılı vəziyyətə düşmək məcburiyyətində qaldı. Bu asıllıq nə vaxt yekunlaşdı? Eradan əvvəl 190 Magneziya döyüşündə. Magneziya döyüşü Roma və Selevki arasında gedirdi. Bu mübarizədə Selevkilər məğlub oldu, xoşbəxt olan Atropatena oldu, yenidən öz istiqlaliyyətini qazanmış oldu. Daha sonra isə Roma Atropatena üçün də bir təhlükəyə çevrildi. Çünki eradan əvvəl 2-ci əsrdən Roma Respublikası mütləqdir, başladı şərqə doğru yürüşlər eləməyə və belə bir vəziyyətdə Atropatena Parfiya dostluğu ortaya çıxdı. Çünki bu ikisi vahid düşmənə qarşı əməkdaşlıq elədilər. Biz bu əməkdaşlıqları hansı döyüşlərdə görürük? Biz bu əməkdaşlığı eramızdan əvvəl 53-cü ildə Karra döyüşündə görürük. Karra döyüşündə Roma məğlub oldu. Roma sərkərdəsi Kras idi.
Roma Respublikasının sərkərdəsi Kras məğlub oldu. Daha sonra eradan əvvəl 38-ci ildə növbəti bir döyüş görürük. Bu döyüşdə isə Parfiya məğlub oldu, Roma qalib gəldi və daha sonra isə hansı ki 38-ci il döyüşünə də Antoni rəhbərlik edirdi. Antoninin şərqə doğru yürüşləri hesab olunur bu yürüşlər. Və eradan əvvəl 36-cı il Fraspa döyüşü. İfadə belədir. Deyir ki, eradan əvvəl 38-də Parfiyanın qarşıya qoyduğu məqsəd Roma qüvvələrini birdəfəlik Ön Asiyadan çıxardıb qovmaq və Roma təhlükəsini yekunlaşdırmaqdır. Və 38-ci il məğlubiyyətindən sonra Parfiya Atropatena qüvvələri Romanı Parfiyanın paytaxtı Ktesifon şəhərində gözləyirdilər. Amma Antoni qəfil fikrini dəyişdi. Ktesifona deyil də Atropatenanın qışlağı olan Fraspa şəhərinə hücum elədi. Eradan əvvəl 36-cı ildə. Eradan əvvəl 36 və Fraspa döyüşündə əhalinin inadlı müqaviməti nəticəsində Atropatena qalib gəldi, Roma məğlub oldu. Və bu qələbəni qeyd edən Atropatena hökmdarı Artabast, yoldaşın adı Artabast. Artabazdı idi, hansı ki o öz qüdrətini bərpa eləməyi bacardı, öz mövqeyini regionda möhkəmləndirməyi bacardı və hətta öz qələbəsini qeyd elədi. Bunun üçün məğlub Roma legionlarının bayrağını nümayiş elətdirdi. Artabazdın bu qələbəsi Parfiyanı çox nigaran elədi, çox narahat elədi və bundan sonra xarici siyasətdə biz bir dəyişiklik görəcəyik. Əksinə, Parfiya Atropatenanın münasibətləri pisləşir, Roma Atropatena əməkdaşlıq eləməyə başlayırlar. Deməli, Roma Respublikası ilə Atropatena mübarizə aparıb, Roma İmperiyası ilə isə Atropatena əməkdaşlıq eləyibdi və Artabazd öz oğlu Ariobarzanı axırı anla qutaran Ariobarzanı Roma sarayına göndərmişdi və o Roma sarayında Oktavian Avqustun yanında dövlət idarəçiliyini öyrənmişdi və atasının ölümündən sonra eradan əvvəl 20-ci ildə yenidən Atropatenaya geri qaytarıldı və ona erməni çarlığının idarəçiliyi belə həvalə edildi. Sual meydana çıxır. Haradaydı bu erməni çarlığı? Bu erməni çarlığı Kilikiya ərazisində idi. Haraydı Kilikiya ərazisi? Nə bugünkü Dağlıq Qarabağ deyil, nə bugünkü Ermənistan Respublikası deyil. Kilikiya ərazisi qədim Suriya ərazisidir və bu ərazidə mövcud olan erməni çarlığının idarəçisi belə Atropatena hökmdarı oldu. Amma Parfiya ilə aparılan mübarizələrdə Atropatena istənilən nəticəni vermədi və bizim eranın 20-ci ilində Atropatena deməli süquta uğramış oldu. Hansı ki sonuncu hökmdarı da Atropatenanın Ariovast idi. Ariovast, o axırı S-tı. Mədəniyyəti ilə bağlı onu deyə bilərik ki, deməli Plutarx, Strabon, Ptolomey bir çox məlumatlar vermişdir. Burada Ellin mədəniyyətinin, yəni Yunan mədəniyyətinin varlığını biz görürük, kiremitdən istifadəni görürük və Kerift abidəsini görürük. Hansı ki orada əfsanəvi Yunan əfsanəsində öz əksini tapan Herakl haqqında məlumatın olduğunu görürük. Şəhərləri Qazaka, Fraspa, Fanaspa, Agnazana kimi şəhərləri var. Dinləri Zərdüşt dini idi, dini kitabları Avesta idi və burada da Əhrimanla Hörmüz arasında gedən bir mübarizəni biz görürük. Kahinlərə də maq deyirdilər Zərdüşt dinində. Avestanı kim yandırdı? Avestanı eradan əvvəl 338-də Makedoniyalı İskəndər yandırdı. Kim Avestanı Avropaya tanıtdı? Hindistanda Avesta ilə tanış olan fransız alim Duperron tanıtdı və bununla da deməli biz Avestanın timsalında fars mədəniyyətini öyrənmiş olduq. Belə yoldaşlar, bugünlük bu qədər.